Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu günlərim məntiqdən 7-ci quizin izahına baxırıq. Hamısı qəbul sualıdır. Diqqətlə izləməyi, hətta belə lazım olsa başa düşmədiyiniz sualların qrupda izahını soruşmağı, əgər yenə alınmasa cavabları əzbərləməyi tövsiyə edirəm. Başlayaq suallara. Uşaqlar, dizayner kimdir? Dizayner paltarın ilkin formasını qələmlə çizir. Ondan sonra o paltarı düzəldirlər, tikirlər, əmələ gətirirlər. Yəni dizayner paltarın formasını tikən, onu formalaşdıran insana deyirlər. Bəs filmi kim yazır, kim formalaşdırır? Bu ssenaristdir. Ssenarist neyinir? Filmin ssenarisini yazır və film ərsəyə gəlir. Necə ki, dizayner onun paltarın formasını cızma-qara eləyirdi və paltar yaradılırdısa, senarist də eyni şey eləyir. Filmin gedişatını yazır və film ortaya çıxır. Sonra gəlir ikinci suala. İkinci sualda baxaq bir dənə. İkinci sualda burada 4 çıxış var. Burada 2 çıxış var. Burada 2 çıxış var. Bunun 3 çıxışı var. Bunun isə 3 çıxışı var. Çıxış nə olduğunu bilməyənlər üçün deyirəm təkrarla. Baxın uşaqlar, burada 4 çıxış yazmışam. Niyə? Çünki 1, 2, 3, 4. Bu dairədən 4 dənə qonşu yol var ona görə. Bax, bu Y-in düşdüyü yerə 2 dənə qonşusu var. Gəlin sonra bizə verilən əsas şəkildəki çıxışları yazıram. Bunun 2 çıxışı, 2 çıxışı, 2 çıxışı, 4 çıxışı, 3 çıxışı, bunun isə 3 çıxışı var. İndi burada mənim ən tez gördüyüm 4 çıxışlıdır. Bilirəm ki, bunu R olacaq. R-dən başqası ola bilməz. Çünki bax, bu sol tərəfdə verilmiş əsas şəkildə 4 çıxışlı, bir dənə onsuz R-dir. Ona görə gətirib sağ tərəfdə boş çıxışlı olan yerə, yəni boş 4 çıxışlı olan yerə R yazıram. Sonra uşaqlar, baxın bu 4 çıxışdan biri gedir 2 çıxışlıya, biri gedir 3 çıxışlıya, biri gedir 3 çıxışlıya, digəri də gedir 2 çıxışlıya. İndi bunu necə təyin edək ki, hansı Y-dir, hansı, daha doğrusu, hansı hansıdır? Buradan mən fikirləşirəm ki, R-dən bu 2 çıxışlıya gələn gedir birləşir 3 çıxışlıya. Bu R-dən çıxan digər 2 çıxışlı isə gedir 2 çıxışlıya birləşir. Bax, bu 4 çıxışdan çıxan bu 2 çıxışlı ki var, bax bunun 2. Bu gedir birləşir nəyə? 3 çıxışlıya. Deməli deyirəm ki, bax bu n-dır ki, gedib birləşir 3 çıxışlıya, yəni elə. El gedib hara birləşir? El bir dəfə birləşir R-ə, onu da tapmışıq. Bir dəfə birləşir M-ə, M deməli buradır. Bir dəfə də gedib birləşir N-ə, N-də tapmışıq. İndi M gedib nəyə birləşir? Hansı nöqtələrə birləşir? M bir birləşir P-yə, bir birləşir R-ə, bir də birləşir L-ə. L-i tapmışıq, R-i tapmışıq, yerdə qalan P-dir. Deməli, bura olur P. Bizim indi saymadığımız və P-yə də bitişən nə var burada? Baxıram ki, P-yə bitişən burada qalıb bir dənə K-dan M-dən biri. Mən M-i artıq işlətmişəmsə, burada olur nə? K. İndi məndə nə istəyir? X və Y istəyir. X L-dir. X L-dir. Y nədir mənim? Baxaq görə Y nə idi? K-dır. Biri L-dir, biri K-dır. Ardıcılığa diqqət yetirin. Biri L, biri K. Baxın, E variantı. Keçək 3-cü suala. Rəqəmləri böyük görüb özümüzü qorxuzmayaq. Atlama yolunu sınayaq. 312, 364, 416x. Baxaq, 312-dən 364-ə gəlmək üçün üzərinə 52 gəlmişik. 364-dən 416-ya gəlmək üçün üzərinə yenidən 52 gəlmişik. 416-nın da uşaqlar üstünə 52 gəlmişik. 416-nın da üstünə 52 gəlməliyik. 416-nın üstünə 52 gələndə cavab neçə eləyir? 468. Bəs digər ardıcılıq görək necə artıbdır? Bunu da yoxlayaq bir. 468-dən 494-ə gedib. Deməli, üstünə 26 gəlmişik. 494-ün üstünə 26 gəlmişik, 520 eləyib. Problem yoxdur, demək atlama yollanıymış və sual işarəsinin yenə 468. Davam edək növbəti sualla. Növbəti sual
Deyir Əli, Alxaz, Sərxan, Soltanə və Qurbanəli və onların yoldaşları Solmaz, Xəccər, Rəna, Arzu söhbət edirlər. Burada gərək birinci kişilərin adlarını yazaq. Əlidir, sonra Alxazdır, sonra kim var? Sərxan var. Sərxanın adını qeyd edək. Sonra Sərxan, Soltanəli, Qurbanəli. Soltanəli, bir də Qurbanəli var. Gərək görək bunlar nələr danışırlar. Əli deyir, Xəccərin plovundan olmaz. Biz qonaqlıq olanda plov bişirməyə onu dəvət edirik. Əli qonaq gələnə Xəccəni plov bişirmək üçün dəvət edirsə, demək Əlinin yoldaşı Xəccə deyil. Əlinin altına bir Xəccə yazırıq, üstündən xətt çəkirik. Arzu təsdiq edir. Əli qardaş düz deyir. Onda Arzu təsdiq edir və Əliyə qardaş deyirsə, deməli Əlinin yoldaşı Arzu deyil. Bu da getdi. Xəccə yaxşı plov bişirir. Solmazın əri sözə qarışır. Solmazın əri sözə indi qarışırsa, demək nə Əli, demək bax burada Əli Solmazın yoldaşı deyil. Çünki Solmazın yoldaşı indi gəlir söhbətə hələ. Amma bayaqdan Əli danışırdı. Onda Solmaz yazıram bura. Üstündən xətt çəkirəm ki, bu Əlinin yoldaşı ola bilməz. Çünki Əli bayaqdan danışır, amma Solmazın deyir Əli sözə qarışır. Yəni indi danışmağa başlayır. Deyir ki, ancaq mən daha çox Rəynanın xörəklərini bəyənirəm. Bu deyir ki, mən Rəynanın xörəklərini bəyənirəm. Qurbanəlinin yoldaşı ərinə deyir, sən niyə dillənmirsən? Həmişə mənim bişirdiklərimi tərəfləyərdin. Görmürsən, yada düşmürəm. Görək burada yada düşməyən kimdir? Bax, burada Xəccən adı çəkilib. Sonra Arzu təsdiq edib, yəni bu danışıb ümumiyyətlə. Sonra Solmazın əri sözə qarışıb, Rəynanın adı çəkilib, deyir Rəynanın xörəklərini bəyənirəm. Və də baxın, Qurbanəlinin yoldaşı deyir ki, sən niyə dillənmirsən? Amma bilirəm ki, burada Solmazın əri danışıb, sözə qarışıb burada. Demək, bu Solmazı deyil. Onda Qurbanəlinin yoldaşı kim qalır? Bənövşə. Adı çəkilməyən Bənövşə. Onda Qurbanəliyə yazıram Bənövşə. Bənövşə Qurbanəlinin yoldaşıdırsa, Əlinin yoldaşı ola bilməz də. Düzdürmü? Ona görə Bənövşənin də Əlinin altına yazıram, xətt çəkirəm. İndi Əlinin yoldaşı ola bilməzlər. Kimlərdir? Bax, Xədicə ola bilməz, Arzu ola bilməz, Solmaz ola bilməz, Bənövşə ola bilməz. Kim qaldı burada? Rəna. Demək, Əlinin yoldaşı kimdir? Rənadır. O da harda var? C variantında. Onsuz da bizim Əlinin yoldaşını soruşur. Cavab C variantı. Sonra davam edək növbəti sualla. Deyir, qanun uyğunluğu müəyyən edin. Sadə bir hərəkət sualıdır. Baxıram ki, burada bu fiqur birinci yerdə dayanıb. Növbəti şəkildə bu fiqur 1, 2, 3-cü yerdə dayanıb. Növbəti şəkildə bu fiqur 1, 2, 3, 4, 5-ci yerdə dayanıb. İndi baxın bu fiqur 1, 3, 5 2 hərəkət eləmir. İndi hara dayanmalıdır? 7-ci yerdə. 7-ci yeri sayıram. 1, 2, 1, 2, 3, 4, 5, 6, 7. Bax, burada yerindədir, problem yoxdur. Bax, burada yerində deyil, getdi. Burada yerində deyil, getdi. Burada yerində deyil, getdi. Və D variantında yerindədir. Görək cavab A-dımı D-dimi? İndi fiqurun hərəkətinə baxaq. 2-dədir bu fiqur. Keçdi 1, 2, 3, 4-ə. 4-dən keçdi 5, 6-ya. Neçəni hərəkət edir? 2, 4, 6. 2 hərəkət edir. İndi 6-dan da 8-ə keçəcək. 8 haradır? Buradır. Baxın, burada tam olaraq o fiqur yerindədir. Amma D variantında səhvdir. Demək cavabımız nədir? A variantıdır. A variantıdır. Uşaqlar, bu sual qəbuldan da biraz çətin sualdır. Bunun deməli, biraz solğun da düşübdür. Maksimum dərəcədə yaxınlaşdırmağa çalışın sualı. İndi oxuyaq şərtin, birinci başa düşməyə çalışaq, sonra həll edək. Avtomobil parkında 7 ədəd nəqliyyat vasitəsi var. Yük avtomobilləri, minik avtomobilləri, motosiklet və avtobuslar. Gəl bunları qeyd edək. Birinci qeyd edirəm, bunun biraz şriftini balacalaşdıraq. Birinci qeyd edirəm yük avtomobilini. Sonra qeyd edirəm minik avtomobilini. Sonra qeyd edirəm motosikleti, motoru.
Sonra qeyd edirəm avtobusu. Aha, gör nə danışır, nə deyir? Deyir, onların arasında yük avtomobillərinin sayı ən az deyil. Burada 4 dənə nəqliyyat var, düzdürmü? Ən az demək odur ki, yəni dördüncü deyil. Deyir, ən az deyil. Yəni dördüncü yerdə deyil. Nələrin sayı? Yük avtomobilləri. Yük avtomobilləri, bax budur. Bunun sayı heç vaxt ən az ola bilməz. Motosikletlərin sayı isə ən çox deyil. Motosikletlər birinci yerdə ola bilməz sayına görə. Sonra nə deyir bizə? Avtobusun sayına bərabər sayda avtobusdan başqa yalnız bir nəqliyyat vasitəsi var. Deməli, avtobusla bərabər hansısa nəqliyyatdır ki, onların sayı bir-birinə bərabərdir. Deyir, mətndə məlumatlara görə aşağıdakılardan hansının ehtimalı daha çoxdur? Ehtimal sualı var idi uşaqlar. Biz hər bir ehtimalı sınamalıyıq. Gələk bütün burada ola biləcək mümkün variantları qeyd edək özümüz üçün. Cəmi 7 dənə nəqliyyat var və deyir, bax bu 7 ədəd nəqliyyat vasitələri bunlardır. Demək, burada heç birinin sayı 0 deyil. Çünki 7 ədəd nəqliyyat vasitələrinin adlarını çəkir burada. Deyir ki, əgər avtobusdan bir dənə olmuş olsa, bizə deyir ki, motosiklet birinci yerdə olmasında, üçüncü saya görə 3, 4, ikinci, üçüncü, dördüncü yerdə ola bilər. Gəlin motosikletə də deyirəm, motosikletdən bir dənə olsun. Bu minik avtomobilindən olsun 2 dənə. 7-yə tamamlamalıyıq biz bunu. 1, 2, 4. Yük avtomobilindən olsun 3 dənə. Baxa görə bu şərt ödənir. Motosiklet birinci yerdə deyil sayına görə, yük avtomobili də sonuncu deyil sayına görə ödənir. Bax, bu ehtimalımız ola bilər. İndi bu dəfə avtobusun sayını 1 verirəm, motosikletin sayını 1 verirəm, minik avtomobilinin sayını 3, yük avtomobilinin sayını 2 deyirəm. Ümumi sayı 7 elədi. Motosiklet sayı ən çox deyir ki, deyil. Yük avtomobilinin sayı ən az deyir ki, deyil. Problem yoxdur. Görək növbəti ehtimalımız nədir? Növbət dəfə avtobusa 1 deyirəm. Minik avtomobillə sayını bərabərləşdirək gəlin avtobusun. Motosikletimiz olsun 2 dənə. 1, 2, 1. Ümumi sayı neçədir? 4. Demək, yük avtomobilinə 3 dənə düşür. Baxaq görək uşaqlar. Şərtlər ödənir. Motosiklet bax, ən çox deyil. Motosiklet birinci yerdə deyil. Çünki 3, 2-dən böyükdür. Sıralamaya görə yük avtomobili, motosiklet, sonra minik avtomobil, avtobus olur. Və yük avtomobili dördüncü yerdə deyil. Yəni, ən az deyil. 3 dənə. Problem yoxdur. Bu olar. İndi, əgər desək ki, bax, avtobusa 1 deyək, motosikletə bu dəfə 3 deyək, minik avtomobilə 1, yük avtomobilinə 2 deyək. Bu halda qayda pozulur. Çünki burada sırada motosiklet ən çox olmuş olur. Ən çox. Amma mənə şərtdə demişdi ki, motosikletin sayı ən çox deyil. Ona görə bax bu variant mənim etimadımı doğrultmadı. Bir də keçək avtobusa 2 verək. Görək bu ödəyəcək. Çünki avtobusa 2 verirəm, motora 2 verirəm. Cəm neçədir? 4 dənə. Cəm 4 dənə elədi. İndi mən yük avtomobilin sona salmamalıyam. Minik avtomobilinə gətirib burada 1 versəm deyək ki, 2, 2, 1, 5 eləyir. Yük avtomobilinə 2 qalır. Amma mənə şərtdə demişdi ki, avtobusla eyni sayda yalnız bir maşın var. Ona görə indi bax burada amma avtobusla bərabər gördüyümüz kimi eyni sayda 2 dənə minik maşın, deməli avtomobil oldu. Bu şərti pozdu. Demək ümumiyyətlə 2 versək avtobusa, bu variant, bu versiya alınmır. Buradan bir nəticə gəlirəm ki, elə mənim yuxarıda yazdığım 3 dənə versiyamdan başqa bu şərti ödəyəcək versiya yoxdur. İndi bunu yazdıqdan sonra gəlirəm cavabların, sualları cavablandırmağa. A variantı deyir ki, yük avtomobillərin sayı 3-dür. Baxıram 1, 2. 2 dənə halda yük avtomobillərinin sayı 3 oldu. Motosikletlərin sayı 2-dir. Motosikletin sayı yalnız bir halda baş verdi. 1 yazıram. Avtobusların sayı 2-dir. Avtobusun sayı 2 ola bilmədi uşaqlar. Bu 0 ehtimal. Minik avtomobillərin sayı 1-dir. Minik avtomobillərin sayı 1-dir. Yalnız bir variantda. Motosikletlər və minik avtomobillərin cəmi 4-ə bərabərdir. Motosiklet və minik avtomobillərin, bax bu ikisinin cəmi 4-ə bərabər olsun deyir. Birinci halda 3-dür. İkinci halda 4-dür. İkinci halda 3-dür. 4 yalnız bir halda baş verdi. Məndən demir,
Daha çox olsun ehtimal. Daha çox ehtimal bax bu ikili ehtimaldır. A variantı. Doğru cavabımız nə olur? A variantı olur. Çox belə qəşəng sual idi. Çox güclü təhlil istəyirdi. Böyle keçək digər suala. Şöyle qarışqa həşəratdır. Həşərat da qarışqa həşəratdır. Həşərat da heyvanın bir növü deyək. Qarışqa həşəratlar sinifinə, həşərat da ümumiyyətlə heyvandır. Belə götürsək. Uşaqlar baxın, rübai şeirin bir qoludur. Şeirin elə bir versiyasıdır ki, deyəsən ədəbiyyatdan səhv yadımda qalmayıbsa 4 misradan ibarət olurdu, lakonik olurdu. Ədəbiyyatçılar daha yaxşı bilər. Amma bu rübai şeirin bir qoludur deyək. Yəni alt çoxluğudur, yəni alt kateqoriyasına aiddir. Necə ki, həşəratlar sinifinə qarışqa aid idi. Eynən də şeirə rübaidə şeirə aiddir. Yəni eyni ardıcıllıqdır, problem yoxdur. Ümumiyyətlə şeirlər özü də poeziyaya aiddir, ümumi anlayış kimi. Burada A variantı düzdür. B-ni yoxlayaq. Parça atlas. Uşaqlar atlas parça olar. Yeri dəyişikdir burada. Bu səhvdir. Parça atlas deyil. Atlas bir parçanın növüdür. Xortum fil verin. Aha, xortum filə aiddir. Uşaqlar xortum filin elə bir ki burada ümumi anlayış kimi verilməyibdir. Xortum filə aid bir orqan mı deyək, orqan deyək elə, orqandır. Amma burada baxın cavablarda ümumi anlayış kimi. Bütün qarışqalar həşəratlar sinifinə aiddir. İndi bu bütün xortumlar fillər sinifinə aiddir. Belə bir şey olmur da. Yəni xortumlar filə aiddir. Yəni bir hardasa bir orqan kimi düşünsək ola bilər, ancaq burada ümumi anlayışdır. Ümumi anlayışdırsa bu xortum fil işi pozur. Fil özü heyvandır, amma bu ola bilərdi. Burada xortum fil, yəni pozur işi, bu olmaz. Qarı buğda, buğda arpa, ümumiyyətlə bu səhvdir, başdan ayağa səhvdir. Mebel əşyadır, bu düzdür. Amma əşya stullar sinifinə aid deyil, bu səhvdir. Burada cavab nə qalır? A variantı qalır. A variant daha dolğun variantdır. Keçək 8-ci suala. 8-ci suala kifayət qədər maraqlı sualdır. Nə deyir? Deyir 3 dənə göy, 2 dənə çəhrayı, 2 dənə sarı, bir dənə narıncı qovluq rəfdə soldan sağa elə yerləşdirilməlidir ki, şərtlər verib, deyir hansılar düzgün ola bilər. Gələk neçə dənə? 3, 2, 2, 1. Cəmi 8 dənə deməli burada qovluğumuz var. 1-dən 8-ə qədər yazaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Şərtləri oxuyuram. Çəhrayı qovluqlardan heç olmasa biri sarı qovluqla yanaşı olsun. Heç olmasa biri deyirsə, ola bilər ki, çəhrayıların ikisi də sarı qovluqla yanaşı olsun. Burada heç olmasa sözü o deməkdir ki, minimum bir dənəsi olsun. Sonra ikincide deyir. Sarı qovluğun yanında narıncı qovluq dayanmasın. Aha, dayanmasın deyir. Demək, sarı ilə narıncı yanaşı ola bilməz. Burada üçüncü deyir. Göy qovluqlar üçü yanaşı dayanmasın. Üçü yanaşı dayanmasın deyir. Bu demək ki, ikisi yanaşı dayana bilər. 3 dənəsi olmaz. Soldan 5-ci yerdə göy qovluq dayansın. Soldan 5-ci yerdə 1, 2, 3, 4, 5-ci yerdə göy qovluq dayansın. Buraya yazıram göy. Ya 1 ya da 8-ci yerdə və ya hər ikisində sarı qovluq dayansın. 1 və uşaqlar 8-in heç olmasa birində nə dayanmalıdır? Sarı dayanmalıdır. O da ola bilər ki, ikisində də olsun. Aha, deyir, yuxarıdakı şərtləri nəzərə almaqla aşağıdakilərdən hansı ilk 4 yerdə ola bilər? Gələm A variantından başlayıram. Burada 1-ə çəhrayı, 2-yə sarı, 3-ə göy, 4-ə göy verir. Baxaq görək. Gələk yazım mən birinci, sonra təhlil edeyim. 1-ə çəhrayı, 2-yə sarı verib, 3-ə göy verib, 4-ə göy verib. Deyir, bu 4-ü belə düzülə bilər, düzülə bilməz. Baxıram ki, bu düzülə bilməz. Niyə? Bax uşaqlar 3-ə, 4-ə, 5-ə göy düşdü. Göylərin 3-də yan-yana düşdü. Amma bu şərt də deyək ki, baxın bu şərtdə. Göy qovluqların 3-ü yanaşı dayanmasın. Amma burada 3-ü yanaşı dayanmış oldu. Ona görə bax bu bir səhvdir, ola bilməz. 1 gəlsən cavablardan çıxırsın.
Gəlirsən sonra ikincini yoxlamağa. 5-ə gəlin göy yazım mən, çünki bu şərtdədir. Aha, 1-ə narıncı verib, yazıram 1-ə narıncı, 2-yə göy verib, 3-ə sarı, 4-ə göy. 3-ə sarı, 4-ə göy verib. Görün burada nəysə ziddiyyət təşkil edir, yoxsa eləmir. Onu yoxlayın bir dənə. Şöyle 1'ə narıncı veribsə, 1'ə narıncı veribsə, demək 8-ə mütləq sarı düşməlidir. 8 olmalı sarı rəngdə. Axı demişdi bizə şərtdə 1 ilə 8-dən mütləq biri sarı olsun. Əgər 1 sarı deyilsə, mütləq 8 sarı olmalıdır. İndi 6 ilə 7-yə nə qalıb məndə? 2 dənə sarını düzmüşəm. Deməli, çəhrayı qalıb məndə. 2 dənə çəhrayı qalıb elə. Problem yoxdur. 2 dənə çəhrayı qalıb, hə. 6 ilə 7 də demək nədir? Çəhrayı düşəcək. Görə indi bu şərt ziddiyyət təşkil eləmir. Demiş ki, göy qovluqların üçü yanaşı dayanmasın. Baxıram ki, üçü də yanaşı deyil. Deyirdi ki, sarı qovluğun yanında narıncı qovluq dayanmasın. Baxıram ki, sarının yanında narıncı yoxdur, sarının yanında narıncı yoxdur. Bu da ödəndi, problem yoxdur. Çəhrayı qovluqlardan heç olmasa biri sarı qovluqla yanaşı olsun. Başa olaraq çəhrayının sarı ilə yanaşıdır. Heç olmasa bir dənəsi yanaşıdır. Bu şərtlə ödənir. Ya 1 ya da 8-ci yerdə deyir, sarı qolluq dayansın. Baxıram 8-də dayanıbdır, problem yoxdur. Demək bax bu ikinci hər bir halda düz olur. Sonra gəlirəm üçüncü ehtimala. Üçüncü mənə verilən şərt. Deyir birinci sarı olsun, ikinci göy olsun, üçüncü çəhrayı olsun, dördüncü sarı olsun. Birə sarı yazıram. 2-yə göy yazıram. 3-ə çəhrayı, 4-ə sarı yazıram. Çəhrayı, sarı yazıram. Aha, gələk burada baxaq. Düzülüşü tamamlamağa çalışsaq, görək mümkün olurmu bu tamamlama? Baxıram ki, 1 və 8-ə demişdi ki, heç olmasa birinə sarı düşsün. İndi məndə baxıram ki, cavablarda bir dənə göyüm qalıb, bir dənə göyüm qalıb. Bir dənə çəhrayım qalıb, bura yaza biləcəyim. Bir dənə sarım qalıb. İndi göy, çəhrayı, sarı qalıb. Bu üçün bura düşsə, məsələn göy yazsam, bura çəhrayı yazsam, 8-ə sarı yazsam heç bir problem olmur. Demək bunların davamının düzülüşündə problem yaranmayacaq. Elə gələk bax bu 5 dənəsini təhlil edək görək. 5 dənəsində səhv yoxdur ki burada, ziddiyyət yoxdur ki. Bir də deyir, çəhrayı qovluqlardan heç olmasa biri sarı qovluqla yanaşı olsun. Çəhrayı deyir, sarı ilə heç olmasa biri yanaşı olsun. Bax burada çəhrayı ilə sarı yanaşı düşməyib. Amma mən gətirib sonuncu yerə, sonuncu yerə. Bax bu sonuncu yerlərə. Məsəl üçün yazıram bura sarı, bax sarı, bura yazıram çəhrayı, bura yazıram əlimdə bir dənə göy qalıb, göy. Bax sarı ilə çəhrayı yanaşı oldu. Bu problem olmadı, ödədi. Sarı qovluqların yanında narıncı qovluq dayanmasın. Sarının yanında narıncı yoxdur, sarının yanında narıncı yoxdur. Problem yoxdur bunda. Göy qovluqların üçü yanaşı dayanmasın. İkisi yanaşı dayanıb düzdür, amma üç yanaşı dayanan variant yoxdur. Bu da düzdür, bu da ödəndi. 1 və ya 8-ci yerlərdə deyir və yaxud da hər ikisində sarı qovluq dursun. Birdə də sarı dayanıb, 8-də də sarı dayanıb, hər ikisində sarı var. O da problem deyil. Demək, üçüncü variantımız da bizim doğru oldu. İndi gərək nə edək? Sonuncu, dördüncü variantımızın da doğruluğun həqiqiliyini yoxlayaq. Sonra keçək növbəti suala. 5 göydür, 5-ə göy yazın. Bu qayda kim verilib? 1-ə sarı verib, 2-yə çəhrayı, 3-ə göy, 4-ə narıncı verib. Gəlin baxın görün burada hansı şərt ödənmir? Ödənməyən varmı ümumiyyətlə? Deyir çəhrayı qovluqlardan heç olmasa biri sarı qovluqla yanaşı olsun. Bax çəhrayı sarı yanaşıdır, problem yoxdur. Sarı qovluğun yanında narıncı qovluq dayanmasın. Sarının yanında narıncı dayanmayıb burada. Dayanmayıb ki, yox. Eyni zamanda mən bura gətirib sarı, sonra göy və narıncı yazsam, yenə narıncı ilə sarı yanaşı dayanmış olmaz. Ona görə bu hələ ki aktuallığını qoruyur. Deyək göy qovluqların üçü yanaşı dayanmasın. Göy, göy, göy. Yanaşı deyirlər. Bax, aralarında narıncılar var. Sonra deyir, soldan 5-ci yerdə dayanıbdır. Ya 1 ya da 8-də
Bax dayanıb, hər ikisində dayanıb, çünki deyir hər ikisində ola bilər, problem yox. Demək bu 4 də ola bilər. Ehtimal var onun olması üçün. Cavab nə oldu? Deyir düzülüşü ola bilər. Ola bilər deyirsə 2, 3, 4. Cavab D variantı. Cavab D variantı biraz vaxt alan sual idi. Keçək 9-cu suala. Sadə bir tərəzi sual uşaqlar. 9-cu suala başlayaq işləyək. Demişdik ki, bu əsas dirəkdən başlayırıq saymağa. Bura 1, 2, 3, 4, 5 deyirəm. Metrlərini düzürəm. 1 metr, 2 metr, 3 metr, 4 metr, 5, 6 metr. Sonra deyirəm ki, kilonu müvafiq olaraq durduğu metrin üstünə vururuq. Metrlə bir-birinə vururuq. 20-ni vuracam 5-ə. Neçə edir? 100. Üstə gəlinsin. 1-i vururam 12-yə, 12. Demək, tərəzinin sol tərəfi 100 üstə gəl 12, yəni 112 kilodur. Sağ tərəfi 2 vurulsun 40, 80. Üstə gəlinsin 4 vurulsun x, 4x. İndi bu çəki tərəzi tarasaldadır mı? Tarasaldadır. Ona görə sol tərəf sağ tərəfə bərabər olmalıdır. 112 bərabərdir 80 üstə gəl 4x-ə. 32 bərabərdir 4x-ə. X də nəyə bərabərdir? 8-ə. Cavab hansı variantdır? D variantı. Problem yoxdur. Sonra keçək növbəti sualımıza. Aha, çox maraqlı bir sualdır. Bu da qəbul sualı uşaqlar. Bunların hamısı qəbul sualıdır. Prosta mən xüsusi xatırladığım qəbul suallarını həmişə təəccüblənib qarşılayıram. Eğer Həsənoğlu doğulan gün ona babasının adını verdi və o gündən başlayaraq oğlunun gələcəyi üçün onun hər ad günü seyfə 60 qram qızıl qoymağa başladı. İllər ötdü. Oğlun evlənməyə qərar alanda Həsən seyfdə yığılmış bütün qızılı götürdü ki, toy xərclərini qarşılasın. Seyfdə 420 qram qızıl var idi. Həmin il Həsən toy elədi. Oğlanın toyu neçə yaşında ola bilər? Deyirəm nə asan sualdır. Bu Həsən doğulan kimi atası bunun deməli adına 60 qram qızıl qoydusa 420-dən çıxaram 60-ın 420-dən çıxaram 60-ın. Nə qalır? 360. Deyirəm ki, bu hər il neçə qram qoyur? 60 qram qoyur. 360-ı 60-ı niyə çıxmışam? Çünki 0 yaşında qoyubdur. 360 da deyirəm bölərəm 60-a, düşər 6. Deyirəm ki, nətər olur bu? 6 ildən sonra Həsən elə hesabında 420 qram qızıl olur. 6 ildən sonra cəmcümətani. 6 yaşında bu Həsən toya bilməz axı. Hə, sonra fikirləşirəm ki, bu yazıq Həsən fevralın 29-u dünyaya gəlibdi. Atası bunun adına bu 60 qram qızılı 4 ildən bir qoyurmuş sən demə. Ona görə də Həsənin yaşı gedib 20-lərə çıxırmış. Gəlin bu sualı hesablayaq. Birinci, hamı başa düşsün deyə sadə dillə deyirəm. Atası bu doğulanda bunun adına 60 qram qızıl qoydu. Onda Həsənin var idi 0 yaşı. 4 ildən sonra, axı 4 ildən bir fevral 29-dan olur. 4 ildən sonra Həsən deməli oğlunun adına 60 qram daha qızıl qoyur. Onun hesabında olur artıq 120 qram. Oğlanın növbət dəfə 8 yaşı olanda atası yenə 60 qram qızıl qoyur onun adına, olur 180 qram. Oğlanın 12 yaşı olanda atası yenə 60 qram qoyur, 240 qram olur. Oğlan 16 yaş olanda atası yenə 60 qram qızıl qoyur ora, 300 qram olur. Oğlanın 20 yaş olanda artıq burada 360 qram qızıl toplanır. Oğlanın 24 yaş olanda 420 qram qızıl olur. İnşallah bu 420 qram qızıl bunun 24 yaşında qoyuldu. Bu 400 bax bu 420-ni olsa tapmışıq bu heç. Növbət dəfə bunun adına nə zaman pul qoyulacaq? 28 yaşında. 28 yaşında növbət dəfə bunun adına qızıl qoyulacaq daha doğrusu. 28 yaşında. Olacaq 480. Deməli uşaqlar bu 24 yaşında, Həsənin bax 24 yaş olanda, 25 yaşı olanda, 26 yaş olanda, 27 yaş olanda bunun hesabında nə qədər qızıl var? 420 qram qızıl var. 28 yaşında isə bunun hesabında 480 qram qızıl olacaq. Həmçinin gələk suala baxaq. Oğlanın toy neçə yaşında ola bilər? Mənə demir 420 qram. 420 qram olanda oğlanın neçə yaş olacaq? 24, 25, 26, 27. Yəni
28'dən kiçik olmalıdır ki, 420 qram hesabına qızıl olsun. Həmçinin 24-dən böyük olmalıdır. İndi baxaq görək bunlardan hansı var cavablarda. Baxıram ki, A variantı 25 var. İndi bunun sahib tapmaq yolu. Bəs biz necə tapırıq? Sualı. 420 qram qızılı biləndən sonra bilirik ki, bu 4 ilə bir təkrarlanıb, ona görə qızıl sayı yazdım. 420-dən mən çıxıram bax bu 60-ı. Niyə? Çünki doğulan anda qoyub. Nə qədər olur? 360. 360. 360-ı mən bölürəm, bax buradakı kimi 60-a. 60-a niyə bölürəm? Çünki hər ad gündə 60 qram qoyur. Görün bu Həsən neçə ad günü keçirir? Böləndə görürəm 6 düşür. Demək Həsən 6 dəfə ad günü keçirir. 6 dəfə ad günü keçiribsə, Həsən fevralın 29-undan nə olsa, 4 ilə bir ad günü keçirir də bu. Demək 6 vur 24. 6 vur 4, yəni 4 il. Həsənin 24 yaşı var minimum. 24 yaşı var. Uşaqlar, növbətdə və Həsənin hesabına nə zaman pul qoyulacaq? Bu 7-ci ad günündə. 7-ci ad günü görək havaya düşür. 7 vur 4 bərabərdə 28-ə düşür. Deməli, Həsənin 24-28 aralığında hesabında nə qədər? 420 qram qızıl olacaq. 420 qram qızıl olacaq. İndi biz gəlirik 24-28 aralığını tapırıq yenə. Cavab nədir? A variantı 25-dir. Çox maraqlı sual. Keçək 11-ci suala. Uşaqlar, bu 11-ci sual tez görülən bir sualdır. Milyarddır, milyondur, trilyondur. D variantı bilyarddır. Bunlar hamısı sayılardır. Milyon, milyard, trilyon, bilyon. Bir dənə burada bilyard oyundur. Fərqlidir bunlardan. D variantı fərqlidir. Uşaqlar, bu sualda dəfələrlə işləmişik bu sualdan. Demişdim, harda 3, 5, 8-i ardıcıl görsəniz, 5, 8, 13-ü, 8, 13, 21-i ardıcıl görsəniz, bu ki Fibonaccidir. 1 ilə 2-nin cəmi 3 eləyir, 2 ilə 3-ün cəmi 5 eləyir, 3 ilə 5, 8 eləyir, 5 ilə 8, 13 eləyir, nəhayət. 21 ilə 34-ün cəmi eləyir 55, 34 ilə də 55-in cəmi 89, cavab E variantı. Növbəti suala baxaq. Ev heyvanı, it, pişik və ya hər ikisini saxlayan 800 nəfər arasında sorğu keçirilir. Aha, məlum olur ki, onlardan Wi-Fi bağlayaq, zəng gəlir mənə. Aha. Deyir, məlum olur ki, onlardan 525 nəfəri it saxlayır. 525 nəfəri it saxlayır. İt saxlayanların 5də 1 də pişik saxlayır. Sorğu edənlərin neçəsi pişik saxlayır. Deməli, uşaqlar, Venn diaqramını çəkək. Venn diaqramını qeyd edək. Bura yazıram X. X nə olsun? Yalnız it saxlayanlar. Yalnız it. Bu ortaya yazıram Y. Y nə olsun? Y ortaqdır. Həm it, həm pişik saxlayanların sayıdır. Burada yazıram bir Z. Z nə olsun? Yalnız pişik saxlayanlar olsun. Yalnız pişik. Nə deyir? 800 nəfər arasında sorğu keçirilir. Nə deməkdir? X plus Y plus Z bərabərdir 8-ə, 800-ə. Deyir ki, məlum olur ki, onlardan 525 nəfəri it saxlayır. İt saxlayanlar kimlərdir? İt saxlayanlar baxıram ki, burada yalnız it saxlayan X-dir, itlə pişik saxlayan Y-dir. İndi bu adam it pişik saxlayırsa, bir də yalnız it saxlayırsa, hər iki halda nə olur? İt saxlayan olur da, it saxlayır deməli. Onda mən burada X plus Y-ə 525 deyirəm. Çünki bu X və Y-in hər ikisində it var. Onların sayı nədir? 525 nəfərdir. İt saxlayanların 501-i həm də pişik saxlayır. 5də 1 daha doğrusu. 525-in, uşaqlar 5də 1-ini tapmaq üçün vururuq 1-ə bölünüb 5-ə. Bu neçədir? 105. Demək 105-i həm it saxlayır, həm pişik saxlayır. Həm it saxlayıb, həm pişik saxlayanlar hansılardır? Y-dir. Y-ə yazıram 105. Nə deyir indi? Soyğu iştirakçıların neçəsi pişik saxlayır? Uşaqlar X plus Y-in 525-dirsə, Z tapmaq üçün 800-dən çıxaram 525-in, alaram Z-i. 800-dən 525 çıxanda qalır 275. 275 Z-dir. Z nədir? Yalnız pişik saxlayanlar. 275 yazıram, yalnız pişik saxlayanlara. Axı 105 nəfər də var idi ki, hər ikisini saxlayırdı. Həm pişik saxlayırdı, həm it saxlayırdı.
İndi mənə deyir it saxlayanların ümumi sayını tap. 275 nəfər yalnız pişik saxlayan və 105 dənə də həm pişik, həm it saxlayan. Bunu da pişik saxlayan kimi qəbul edə bilərik. Çünki onların da pişiyi var da. Bunun cəm nə edir? 380 edir. Məndən 380 soruşur, C variantı. İndi gəlin bunu sizə verdiyim düsturla da həll eləyək. Sinifdə yazmışdım bunun düsturun. İnşallah düstur bu formadaydı. N A ilə B-nin kəsişməsi, birləşməsi, yəni birləşmə nə idi? Ümumi sayıdır. Birləşmə bərabərdir N A, üstə gəlinsin N B, üstə gəlinsin, çıxılsın N A ilə B-nin kəsişməsi. Şöyle burada N A ümumi göstəricidir. Ümumi iki saxlayanlar olacaq. N B ümumi it saxlayanlar olacaq. A ilə B-nin kəsişməsi nə olacaq? Bunlar da ki, həm pişik, həm it saxlayanların sayı olacaq. A ilə B-nin birləşməsi ümumi sayıdır. Mənə verib 800 nəfər verib. Yazıram 800 bərabərdir. 525 nəfərə it saxlayır. Yəni N-ayı mən it saxlayanlar kimi qəbul edirəm. Bura 525 yazıram. Üstə gəlinsin NB. Burada NB mənə məlum deyil. NB pişik saxlayanlardır. Buna bir X deyirəm. Çıxılsın A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsi tapa bilirəm. Çünki deyir 525 nəfər it saxlayanlardan 5də biri həm də pişik saxlayır. 525-in 5də birini tapıram. Nə eləyir? 105. Demək 105 nədir? Kəsişmədir. İndi başlayıram bu sualı həll etməyə. X bərabərdir 800, 525 keçirəm bura. 800 çıxılsın 525, 105 də keçirəm ora, mənfisi var, müsbət olur. Üstə gəl 105-ə. X nəyə bərabərdir? 380-ə bərabərdir. Yenə eyni cavabı aldıq, problem yoxdur. Cavab C variantı. Sonraki suala baxaq. 14-cü sualdır. Yenə analogiya tipli sualdır. Deyir ki, 4'ü verilmiş sözlər arasında məntiqi əlaqəyə görə analogiyadır. Fərqli variantı seçin. İndi bunlar hamısı bir müəyyən ardıcıllıq təşkil edir. Bunlardan biri qaydanı pozur. Şöyle şirniyyatçı kimdir? Şirniyyatçı tortu düzəldəndir. Tortu kim alır? Alıcı alır. Tortun alıcısı var. Dərzi paltarı tikir. Paltarı müştəri alır. Satıcıdır, alıcıdır. Müəllim mühazirəni oxuyur. Mühazirəni tələbə almır. Mühazirəni tələbə qəbul eləyir. Yəni harasa bu da onların eyni bir şeydir. Elə ki mühazirəni müəllim oxuyur, tələbə onu qəbul eləyir, alır. Sürücü avtobusu sürür. Avtobus sərnişini, yəni bu əlaqəsi bir şeydir. Avtobus sərnişini daşıyır. Sürücü avtobusu sürür. Avtobus sərnişini daşıyır. Yəni bunlar arasında əlaqə digərlərinə uyğun deyil. Müəllif kitabı yazır. Kitabı oxucu alır. Qəbul eləyir. Bu da digərləri ilə uzlaşır. Bir dənə burada D variantıdır ki, uzlaşmanı pozur. Cavab D variantı olur. Sonra bir dənə baxaq sonuncu 15-ci sualımıza. 15-ci sualda məsləhət odur ki, cavab çıxaraq işləyin. Asan bir sualdır. Başlayıb biz bu şəkili açmalıyıq. Cavablara baxaq. Görürəm ki, burada bu dairə böyükdür. Burada kiçik verib. Burada kiçik verib. Burada dairəni ümumiyyətlə birincidən fərqli şəkildə verib. Burada dairəni A variantından eyni formada verib. İndi bu fiquru mən bir dəfə tamamlamağa cəhd göstərsəm, görürəm ki, buradakı bu dairə böyük alınacaq və bu formada alınacaq. Ona görə böyük alındığına görə B-ni çıxıram, C-ni çıxıram, gedirlər. Bir də burada hansı variant çıxa bilərəm? D-ni. Çünki baxın, D-nin bu dairəsi bu formadadır. Amma mənim cavabımda bax, bu formada olmalıdır. Baxın, uşaqlar, bu formada. Ona görə D variantı getdi, səhvdir. Qaldı məndə A ilə E variantı. İndi burada baxaq A mı doğrudur, E mi doğrudur, hansı doğrudur? Baxıram ki, bu uşaqlar burada üçbucaqdır. Bunu açanda bu üçbucaq, baxın uşaqlar, bu şəkildə nə olacaq? Romba dönəcək. Ümumi fiqur açanda. Burada nə verib mənə? Düzbucaqlı verib. Ona görə E variantı səhvdir, qalır A variantı. Ümumiyyətlə bu sualı variantla atmaq istəsəniz, variantla atmaq istəyirsiniz, burada E variantı ən birinci çıxacaq variantdır. E ilə B. Çünki 3 variantda ortanı romb verib, 2 variantda düzbucaqlı verib. Düzbucaqlı olmaz. Ona görə bu da atma yoludur. Düzbucaqlını atırıq.
Çox ehtimalla 99% ehtimalla doğru çıxır. Burada dairə, baxın uşaqlar, böyükdür. 3 variantda dairəni böyük verib, 2 variantda kiçik verib. C-ndə çıxıram. Sonra baxıram ki, bütün variantlarda dairələr bax belə sola meyillidir. Amma bir dənə bu D variantında sağa meyillidir. D-ni da çıxıram. Nə qaldı? A variantı. Doğru cavab nə olur? A variantı. Qurtardı getdi. Yəni submit edirik. İnternetimiz yoxdur. Yəni yoxlayaq görək səhvimiz var, yoxsa yoxdur. No internet connection. Continue deyirik təbii ki. View score 15-15 problem yoxdur demək. Düzgün işləmişik. Özünüzə yaxşı baxın, məntiqlə qalın. Görüşənədək.